Bismillahirrahmanirrahim. Xoş gördük hər birinizi. Bugün Allahın izni ilə qəlb söhbətləri adlı əxlaqi mövzulara başlamaq istəyirik. Əvvəldə Allahdan bu işdə müvəffəq olmaq üçün yardım istəyirik və istəyirik ki, bu mövzuları başa çatdıra bilək. Və bir şey bilək ki, qəlbdən süzülənlər qəlbə yol tapar. Biz bilməsək də nəfsimiz səssizcə bizə təsir edir. Bizim nəfsi olan, daxili olan hallarımız bizdə yaxşı və pis işlərin, əməllərin yaranmasına səbəb olur. Belə olan halda ya nəfsimizi düzgün istiqamətləndirib yolu gedəcəyik, ya da nəfs bizi bataqlığa, uçuruma sürükləyəcək. Və belə olan halda bizdə insanda fəzilətlər əmələ gələcək və yaxud da Allah eləməsin, rəzilə xüsusiyyətlər əmələ gələcək. Bildiyimiz kimi, əxlaqi bəhslərin ən mühümü nəfsin saflaşdırılması mövzularıdır. Və burada insana lazım olan budur ki, necə eləyək ki, biz rəzilətlərə bulaşmayaq və necə edək ki, Allah eləməsin, birdən hər hansı bir rəzilə xüsusiyyətlər bizdə yaranıbsa, onlardan qurtulaq. Və ən əsası da necə edək ki, fəzilətlərə yetişək, fəzilətli insan olaq. Və bir şeyi yaddan çıxartmayaq, bir şeyi bilək ki, bu prosesdə yaşın fərqi yoxdur. İnsan gənc olsun və yaxud da yaşlı olsun, fərqi yoxdur. Hər bir yaşlı oluruqsa olaq, bunları öyrənmək, bunları bilmək, əxlaqi baxımından özümüzü paklaşdırmaq, əxlaqi fəzilətlərə yiyələnmək hər birimizə lazımdır. Və ilk öncə biz müəyyənləşdirməliyik. Fəzilətlər nələrdir, rəzilətlər nələrdir? İnsanın məqamını əvvəlcə tanımalıyıq. Və bundan sonra heç vaxt bitməyəcək və dünyamızı dəyişənə qədər, bu dünyanı tərk eləyənə qədər davam eləyən bir mübarizəyə daxil olmalıyıq. Və azacıq bir yolda səhlənkarlıq etsək, o zaman ziyana uğrayarıq. Tarixə baxsaq görərik ki, tarix belə misallarla doludur və inşallah gələcək bəhslərimizdə bunlara da işarə edəcəyik. İnsanlar hansı fəzilətlərin yiyələri olublar və sonda hansı mərtəbələrə eniblər. Allah Quran-ı Kərimdə Şüəra surəsinin 88 və 89-cu ayələrində buyurur: Yəvmə lə yənfəu məlun və lə bənun. O gün ki, nə mal, dövlət, nə də övlad bir fayda verər. İlla mən ətəllahə bi qalbin səlim. Ancaq sağlam bir qəlblə Allahın huzuruna gələn kimsədən başqa. Həqiqətən də qəlb təmizliyi və sağlam qəlb mühümdür. Və bu yolları tanımaq, sağlam qəlb və cisimlə yolu rahat şəkildə addımlamaq üçün və bu yolda sabit qədəm olmağımız üçün Allah bizi tək qoymayıb, peyğəmbərlər göndərib. Allah vəhiy ilə bizi müjdələyib və belə deyəsi olsaq, düzgün olar ki, peyğəmbərlərin gəlişi, dolayısıyla vəhyin nazil olması, əsas bu işdə hədəf insanların nəfslərinin paşlanmasıdır. Və bütün ibadətlərə də baxsaq görərik ki, ibadətlərin özləri də belə buna fokuslanıb.
Buna fokuslanıb ki, bizi paçlaşdırsın. Bizi təmizləsin. İnnəs-sələtə tənhə anil-fəhşai vəl-münkər. Namaz pisliklərdən və çirkinliklərdən insanı saxlayandır. Quranda belə bir ayə var. Və yaxud da oruc barəsində Allah da danışarkən Ya eyyuhəl-ləzinə əmənu kutubə aleykumus-siyam kəmə kutubə aləl-ləzinə min qablikum ləalləkum təttəqun. Ki, orucu bizə vacib edəndən sonra deyir ki, bəlkə təqvalı olasınız. Görür ki, ibadətlər özdə bizim nədir? Əxlaqımızı gözəlləşdirir, saflaşdırır bizləri. Və bu mövzuları bilmək çox zəruridir. Elə ötəri baxmayaq bu mövzulara. Bütün ilahi övliyalar, Allah dostları, kəramətli şəxsiyyətlər gəlib o məqamlara yetişmək üçün bu proseslərdən keçiblər. Çətin yollardan keçiblər. Hədislərdə var, buyurur ki, bir hədisdə oxuyuruq, qəlbi, ruhi yorğunluq və cismi yorğunluqlar, tənbəllik insanın dünya və axirətini əlindən alar. Bəli, tənbəllik bəzən nəfsin ən incə fısıltısı olur. İnsan bəzən belə deyir, daha sonra eləyərəm, indi yorğunam. Allah bağışlayar. Bəzən bu sözlərlə özümüzə təskinlik veririk. Nəfs bəzən böyük işlər istəyir. Nəfs bəzən böyük işlər istəyir. Lakin bir müddətdən sonra yorulur. Amma Allah bizdən istədiyi azda olsa belə sabit olmaqdır. Sabit qədəmlidir. Az olsun, amma daimi olsun. Bir gün çox eləyirsən, sabahları ondan yorulursan, belə olmasın. Allahın yanında bəyənilməyən adamlardan onlar kimlərdir deyə məsələn soruşsaq, biz görərik ki, Allahın tənbəl adamlardan xoşu gəlmir. Bir hədis-i qudusda oxuyuruq. Həzrəti Musa əleyhissalamın barəsində olan bir hədisdir. Hədis buyurur ki, Allahla danışan zaman Həzrəti Musa Rəbbinə belə bir nida elədi, belə bir söz dedi. Dedi, ey Rəbbim, qullarından sənə xoş gəlməyəni kimlərdir? Kimlərdir ki, sən onlardan xoşun gəlmir? Buyururlar, Allah belə buyurdu. Cifətun bil-leyl, bəttalun bin-nəhar. Gecənin meyyit kimi olan, gündüz isə tənbəllik eləyən insanlardır ki, mənim bunlardan xoşum gəlmir. Çox eşitməli həqiqətən də bir hədisdir. Allah burada gecəni yatanlarını demir. Deyir, gecəni meyyit kimi keçirdənlər. Yəni bir tələbə, yəni biz elə özümüz də bura aidik bir tələbə kimi. Bütün tələbələr də bunu bilsinlər. Və bütün o insanlar ki, Allah yolcusudurlar, gedib Allaha qovuşmaq istəyirlər. Bunlar da bilsinlər ki, gecəni meyyit kimi keçirmək olmaz. Yəni fəaliyyətsiz keçirmək olmaz. Əgər belə olsa, artıq iş bitibdir. Onun üçün də gecə namazı, Qur'an, elmlə məşğul olmaq çox faydalıdır. Belə olan insanlar gündüz tənbəl olmazlar. Çünki gözəl bir söz buyururlar. Buyururlar ki, Allahla rabitə gecədən başlayır. Enerjimiz oradan olur. Bu olmasa, o enerjini biz almasaq, gündüz fəaliyyətimiz olmayacaq. Buyururlar ki, gecələr gərək seyrə çıxasan, Allahla məşğul olasan. Daha doğrusu, belə deyək də, gərək gecəni özünlə məşğul olasan ki, səhər durduğun zaman insanlara xidmət eləyə biləsən. Allah bunu istəyir. Bu xidməti istəyir ki, özünlə məşğul olmusan, özü paklamısan, özü təmizləmisən, artıq insanlara da fayda verə bilərsən. İnsanların da xidmətində ola bilərsən. Gecə Allahla xəlvətə çəkil. Gecə bağlantı qur. Əgər bu olsa,
onda oxuduğumuz dərslər, gördüyümüz işlər hamısı fayda verəcək. Əgər bu olmasa, bəzən çox qəribə səslənir bu söz həqiqətən də, qaranlıq olur, vəhşətli olur bəzən gördüyümüz işlər. Çünki bəzən biz elə bilirik ki, elə ibadət edirik, amma xəbərimiz də yoxdur ki, biz ibadəti bütə çevirmişik. Bəlkə də riyakarlıq edirik, bunu insanlara göstəririk, onun üçün bunu edirik. Heç xəbərimiz də yoxdur. Heç olmasa, bunu bilməyimiz yaxşı olardı ki, biz məsələn riyakarıq. Biz bunu özümüz üçün bütə çevirmişik. Bəzən elə olur ki, heç insan bilmir ki, mən riyakarlıq edirəm. Elə ən dəhşətlisi də budur. Bu halda insan özünü düzəldə bilərdi. Amma bu halda heç özünü də düzəldə bilməyəcək. Hər kəsdə eyib axtarıram, lakin xəbərim yoxdur ki, özüm nə gündəyəm. Bu problemdir. Onun üçün də xəlvət mühüm məsələdir. İnsan özü ilə məşğul olur, öz eyibləri ilə məşğul olur. Özünün eyiblərini axtarır, nəticədə özünü saflaşdırır. Və təkəbbürdən əgər onda varsa uzaqlaşmağa çalışır. Məhəmməd Füzulinin Rind və Zahid əsərində çox qəribə bir söz səslənir. Buyurur ki, Rindin dilindəndir bu söz. Yəni o insandır ki, Rind, bu insanlar bəlkə də iman baxımından, zöhd baxımından, elm baxımından hər kəsdən üstündülər, amma özlərini o qədər də biruzə vermirlər. Onlar dini yanlış çatdıran, zahirdə ibadət eləyən, zahidlik eləyən insanlar ki var, onlardan bezardılar. Onlar deyirlər ki, ilk öncə qəlb zahid olmalıdır, sonra bədən zahid olmalıdır. Rindin dilindən deyir, Allaha and ola, günahkarın tövbəsi günahsızın təkəbbüründən üstündür. Onun üçün də biz bütün qəlbi olan xəstəlikləri kənara qoymalıyıq. Bunun müalicəsi ilə məşğul olmalıyıq. Və bu bəhslərdə biz bunların müəyyən qədər müalicə yollarına və bu xəstəliklərin insanı hansı bataqlığa aparacağına inşallah işarələr eləyəcəyik və Allahdan istəyəcəyik ki, Allah bizə həmin o Allah bəndələri, Allah övliyaları, Allah dostları ki var, onlar kimi yaşamaq tövfiqatını nəsib eləsin və Allahla həqiqi rabitə qurmaq tövfiqatını bizlərə nəsib eləsin. İnşallah Allahın izni ilə gələcək bəhsimizdə yenə də bu mövzunu davam elətdirəcəyik. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.